Hər vaxtınız xeyir olsun. Bu dəfə biz növbəti bir qəbul testinə baxırıq. Bu dəfə də həmişə olduğu kimi əlavə ipuçları, qeydlər verəcəm ki, o qeydləri götürsəz işiniz asanlaşacaq. Başlayaq ilk sualdan. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin dövr etmə periodu 4 saniyədir. Bu nə deməkdir? Əvvəlcə dövr etmə periodu gəlin düzəldək. Bu deməkdir ki, hər bölgünü 1 saniyədə gələcək. Bu belə. Sonra A vəziyyətini keçəndə, baxın sadə əqrəb istiqamətindədir. Keçəndən 5-ci saniyənin sonunda. 5-ci saniyənin sonu elə 5 saniyə deməkdir. Əvvəli desəydi 4 götürərdik. İndi 5-ci saniyənin sonu deyirsə, baxın 4 saniyə olanda bu bir dəfə tam gəlir, təzədən A variantı, A nöqtəsində durur. Növbəti 1 saniyədə də gəlir, durur, bax burada. Bax bu istiqamətdə. Sürətin istiqaməti olur toxunan istiqamətdə bu tərəfə doğru. Təcil olur mərkəzə doğru. Bu da sağa və mərkəzə B variantı. 36-cı sualda Kulon kvadratı bölünsün farad. Kulon kvadratının yerinə Q kvadratı yazıram, bölünsün faradın yerinə S yazıram. Q kvadratı bölünsün S bizə nəyi verirdi? Enerjini. Ancaq baxıram variantlarda enerji yoxdur. Ancaq enerjidir, Q-dür istilik miqdarı, sonra görülən işdir. Bunların hamısının vahidi joule olduğuna görə bunları bir-birinin əvəzinə istifadə edə bilərik bu vahidlərin açılışında. Sonra 37-ci sualda. 37-ci sualda var A və B, B və C. Əvvəla gəlin A, B-yə bax. Daha doğrusu baxmamışdan əvvəl bu cür rəqsi hərəkətlərdə yenə də bəzi məqamlara diqqətinizə çatdırım, qeyd eləyək, xatırlayaq da. Bax, var sürətin dəstəsi, var idi təcilin dəstəsi. Sürətdə kimlər var idi? İmpuls və kinetik enerji. Niyə? Çünki impulsda mv-dir, kinetik enerjidə mv kvadratıdır. Yəni, hər halda V ilə bağlı cəmiyyətlərdir. Təcilin dəstəsində var qüvvə, var potensial enerji, bir dənə kinetik deyib potensial yazmışam, potensial enerji, bir də var yer dəyişmə. Bunlar üçü birlikdə hərəkət edir, bu üçü də birlikdə hərəkət edir. İndi baxın, A-dan B-yə gələndə x artır, təpəyə qalxır, görürsünüzmü? Artır. X artırsa, deməli, bax, bu ikinci tərəf artır, görürsünüzmü? X artırsa təcil də artır, qüvvə də artır, potensial enerji də artır. İndi gəlin, baxaq görək, bu birisi tərəfdə nə baş verir? Bu tərəf artırsa, bu birisi tərəfdə azalacaq. İndi variantlara baxaq. Yayın potensial enerjisi artır, bəli. Bu elə birinci haladır. Bunu götürə bilərik. Potensial enerji artır. Cismin impulsu artırmı? Xeyr. Bu impuls bu dəstədən deyil. Mənə lazımdır bu dəstədən olsun. 2-ni götürmürük. Bu ehtimal ki, 2 də tərsinə bu tərəfə düşəcək. Sonra, baxın, indi mütləq variant eləmədən istifadə edin, dostlar. Bunu göz ardı eləməyin. Həqiqətən çox can qurtarıcı bir şeydir. Bəzən ola bilir ki, xırda səhvləri qarşısını almış olur. Bax, biz nağdı bilirik ki, birinci buradadır da. Onda bunun burada nə işi var? Onda A variantını silək. Onda bunun burada nə işi var? D variantında silirəm. Və dəqiq İndi bura qədər gəldik. İndi davam eləyək. İndi baxın, cismin elastiklik qüvvəsinin modulu artar. Qüvvədən söhbət gedir. Biz də dedik ki, bəli, birinci halda qüvvə artırdı. Onda bunu birinci hala yazırıq. 3-ü 1-ə yazıram bu tərəfə. 3-ü birinci hala yazdığıma görə baxıram ki, elə yeganə variant B variantı qaldı. Hər ehtimala qarşı digərlərinə baxaq. Elastiklik qüvvəsi tarazlıq vəziyyətinə doğru yönəlir. Elastiklik qüvvəsi onsuz da hər zaman tarazlıq vəziyyətinə doğru yönəlir. Vəziyyət nə olursa olsun. Ona görə 4-ü tənutiyə atıram. 5-də cisim azalan təcillə yeyinləşən hərəkət eləyir. Azalan təcillə yeyinləşən hərəkət eləyirsə, azalan təcil yeyinləşən hərəkət. Onda B-dən C-yə gələcək 5. B-dən C-yə gələcək ikinci hissədə. Gəldik növbəti 38-ci suala. Vakuumda yayılan işığın dalğa uzunluğu 2 dəfə artanda yayılma sürəti necə dəyişir? Dalğa uzunluğu ilə sürət konkatlar birlikdə hərəkət edirlər. Biri artırsa, deməli, mütləq o birisi də artacaq. Artmayan nədir? Period və tezlik. Bu ikisi dəyişmir mühitə keçəndə. Dalğa uzunluğu ilə də sürət birlikdə hərəkət edirlər. 39-cu sualda öz-özünə induksiya hecesinin ifadəsini soruşur bizdən. Baxın, öz-özünə induksiya kəlməsi var deyə biz artıq bu düsturları istifadə eləmirik. Onda nə edirik? Delta I bölünsün delta T-dən istifadə edirik. Sonra 40-cı sualda radioaktiv alfa çevrilməyə məruz qalan atom deyirsə, alfa çevrilmədə nə baş verirdi? Yuxarıdan 4 çıxırdıq, aşağıdan 2. Davam edək. Hansı dəyişiklik baş verəcək? 1. Nüvədəki proton və neytronların sayı dəyişməz. Niyə ki? Xeyr, dəyişər. Gördük, aşağıdan 2 çıxdıq, yuxarıdan 4. 1-in olduğu variantları silirəm. Nüvənin yük ədədi 2 vahid azalır. Yük ədədi aşağıda olandır, bax bu ayağında. Yadınızdan çıxanda bilirsiniz bu necə eləyin.
ayağına yük olub kəlməsi var. Bu da mənim ayağıma yük olub deyirlər bəzən. Yəni yük aşağıda olur. Aşağıdan 2 çıxdığımıza görə bəli, yük ədədi 2 vahid azalacaq. 2 doğrudur. 2 doğrudursa, sonra nüvənin kütlə ədədi 4 vahid azalar. Kütlə də yuxarıda olur. Bəli, buradan da 4 vahid azalırdı. 2-ni və 3-ü götürə bilərik. Sonra növbəti sual. 41-ci suala baxaq. Bu da başqa bir toplu sualdır. Səhv eləmirəmsə topluda bundan var. Aha, var. Görürsünüzmü? Toplunu qəşəng öyrənsəz, qəbuldakı bütün sualları tam şəkildə yaza bilərsiniz. Yəni hamısı birə-bir topludur. 41-də dövrədəki ampermetrin göstərişi 15-dir. Cərəyan şiddəti bərabərdir 15-ə. Bu arada bu ampermetr bütün mənbəni ölçür. Sonra müsbət buradadırsa, baxın, müsbətdən cərəyan gəlir, buradan keçid olur. Keçid olduğuna görə R3-ü mənə nə verib? 80. Burada da boşluqdur, burada da keçid olur. R2-ni də mənə verib 20. Burada isə keçid tərs keçiddir deyə keçid olmur. Baxın, gəlir bundan ilişir qalır. Burada heç nə qalmadı. Onda gəlin neyniyək? Ümumi müqavimətimizi tapaq. Ümumi müqavimət paralel olanda neyniyirdik? Bunları bir dəfə sürətdə bir-birlərinə vururduq. Bir dəfə də məxrəcdə toplayırdıq. İxtisar elədik, yerdə qaldı 16. Deməli, R də bərabərdir 16-ya. Biz burada neyinirik? Gərginliyi tapırıq. U bərabərdir nəyə? 15 vurulsun 16-ya. Bunu heç vaxt tələsib vurmayın. Çünki onsuz da o ixtisar olub gedəcək. Narahat olmayın. Sonra gəlirəm digər tərəfə. İndi mənə deyir ki, qütblərin yerini dəyişsək. Qütblərin yerini dəyişəndə üstəgəli gəlib bu tərəfə qoyuram. Cərəyan şiddəti bu səfər buradan gəlir. Və baxıram, gəldi, ilişdi. R3-dən keçid yoxdur. R2-də isə keçid var. Buna da mən 20 deyirəm. R1-də də keçid var. Buna da mən 30 deyirəm. Çünki özləri elə veriblər. İndi yenə bir dəfə bunları sürətdə bir-birinə vuracam. Bir dəfə də məxrəcdə toplayacam. Bu da eləyir 4 vur 3-dən 12. İndi bu səfər nə baş verir? Buna diqqətlə eləyin. R bərabərdir 12-yə. Bax, dostlar, deməli nə var burada? Burada bir dənə sabit qalan kəmiyyət gərginlikdir. Çünki baxın, dövrənin başında sabit konstant veribdir. Bu ikisi sıradan çıxdı. Gərginlik sabitdir və ikinci haldakı müqavimət 12-dir. Deməli, biz buradan cərəyan şiddətini soruşur bizdən. Necə tapa bilərik? Gərginliyi bölərik R-ə. Burada da ixtisar apardıq. 4-ə 4, 4-ə 3. Bu da elədi 5. 5 vurulsun 4-dən 20 B variantı. 42-ci sualda məftilin sərtliyinin onun enkəsiyinin sahəsindən asılılıq K bərabərdir. Yung modulu S bölünsün L0. K sadəcə bunlardan asılıdır. Vəssalam, başqa heç nədən asılı deyil. Başqa hansı kəmiyyət görsəz asılı deyil götürürsünüz. Ancaq burada hal-hazırda S-dən sahədən düz asılıdır B variantı. Gəlirəm 43-cü suala. 43-də bizdən faydalı şəmsalı verilib. Deməli, eta bərabərdir. A faydalı bölünsün A tam. Faydalını tapmaq üçün atamı bu tərəfə vurma kimi atanda baxıram ki, hər ikisi ilə düz asılıdır. Hər ikisi ilə düz asılıdırsa, onda ən böyük ikisinin də böyük olduğunu götürəcəm. Sonra 44-cü sualda sarğac maqnit sarğacın maqnit sahəsinin enerjisini hesablayın. Hesablayaq. Maqnit sahəsinin enerjisini L var, R, ümumiyyətlə müqavimət varsa, bilirəm ki, söhbət L kvadratından gedəcək. Enerji bərabərdir L kvadratı bölünsün 2. Buradan da baxıram ki, L var. I yoxdur. I-nin əvəzinə nə yaza bilərik? Cərəyan şiddəti bərabərdir U bölünsün R deyil. I kvadratının yerinə bunları əvəz eləyəcəm. Yazacam U kvadratı bölünsün R kvadratı. 2 də olduğu yerdə qalır. Buradan L-in yerinə yazıram 0,6. U kvadratının yerinə yazıram 90-ın kvadratı. Bir də yazaq ki, ixtisar gedəndə rahat olsun. R-in də yerinə yazıram 30-un kvadratı. Aha, buradan sıfırlar getsə, getdi. Yerdə qaldı 9 vurulsun 0,6. Bu da oldu 5,10 bircə dəqiqə yox. 6, 54. Bircə dəqiqə. Burada 2-ni yazmamışam mən. Deyirəm, niyə alınmır? 0,6-nı da 2-yə böləndə 0,3. 0,3-ü də vururam 9-a eləyir 2,7. 45-ci sualda kütlələri M və 4M olan 2 dənə cisim eyni vaxtda 40 metr hündürlükdən sərbəst düşməyə başlayırsa,
Düşməyə başlayandan 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən nisbi sürəti. Yadınızda saxlayın. Kütləyə fikir verməyin. Eyni vaxtda, eyni hündürlükdən düşürsə, hansı saniyə soruşursa soruşsun, nisbi sürət 0 olacaq. Sonra gəldik doyan doymayan buxar məsələsinə. Doyan kəlməsi var idisə, yenə öz qeydimizi xatırladaq. Temperaturu idi, təzyiq idi, sıxlıq idi, sonra konsentrasiya idi. Bunlar üçü birlikdə hərəkət eləyirdilər. Kütlə də, buxarın kütləsi həcmlə də, temperaturla da düz asılı idi. Bu qaydanı bildinizsə, doyan buxara dair istənilən sualı rahat şəkildə yaza bilərsiniz. İndi başlayaq. Baxın, konsentrasiya sabitdir. Konsentrasiya sabitdirsə, deməli temperatur da sabitdir. Çünki bunlar eyni dəstədəndirlər. Temperatur sabitdir, dəyişməyəcək. Sonra həcm neynir? Azalır. Həcm azalırsa, deməli kütlə də azalır, buxarın kütləsi. Niyə? Çünki axı dedik ki, düz asılıdır həcmlə. Onda bu da azalır, dəyişməz və azalar. Növbəti sual. 47-ci sualda. Bir cism maqnit sahəsində yüklü zərrəcik filan bu suallar varsa, burada 3 dənə vacib düstur var ki, bunu mütləq əzbərləməlisiniz. Hər il bundan mütləq bir dənəsi düşür. Bu iki imtahanda da radiusa dair düşüb, perioda dair düşməyib. Ehtimal eləyirəm ki, şans imtahanda perioda dair mütləq bir sual olacaq. Bunu xüsusi diqqətə alın. Radiusun düsturunu yazıram. R bərabər idi MV bölünsün QB. Gəlirəm periodun düsturuna. Period bərabər idi 2πm bölünsün QB. Buradan tezliyi yazsaq, tezlik də periodun tərsi olduğuna görə, bax bunu tərs çevirəcəm. QB qalxdı yuxarı, 2πm düşdü aşağı. Bax bu iki dənə düsturu xüsusi olaraq əzbərləyin. Bunlardan gözüm su içmir. Dediyim kimi, şansda elə düşünürəm ki, bunu nəzərə alınacaq. Şansda bax buna dair bir imtahanda, qəbulda buna dair sual düşmüşdümü? İndi təbii götürüb şansda yenə bunu verməyəcəklərinə görə böyük ehtimal bunu verəcəklər. Təcillə baxaq. Təcil bərabərdir QVB bölünsün M. Bax bu 4 dənə düstur nə qədər vacibdir? Çox vacibdir, lap çox. Ona görə bunun hamısı əzbərlənməlidir. İndi baxaq nəyə? Deməli, yüklü zərrəciyin kinetik enerjisi azalarsa, kinetik enerji azalarsa tezlik necə dəyişir? Tezliyin içində kinetik enerji var. Bu bir rəngini fərqləyim, başa göstərim. Sürətə aid bir şey var tezlikdə. Xeyr. Baxın, periodla tezlik var ha. Bu iki kəmiyyət asılı deyil. Sürətdən, impulsdan, kinetik enerjidən, sonra radiusdan heç birindən asılı deyillər bu iki kəmiyyət. Ancaq bax bu göstərilən bax Q-dən, B-dən, M-dən asılıdırlar. Ona görə bunlar dəyişməyəcəklər. Radiusda sürətlə düz asılıdırsa, deməli kinetik enerji ilə də düz asılıdır. Kinetik enerji azaldısa, bu da azalacaq. Gəldim 48-ci suala. Yayın sərtliyini təyin eləmək üçün hansı cihazlardan istifadə eləmək olar? K bərabərdir F bölünsün X. Hələlik bunu istifadə eləyək. Alınmasa başqa şeylər fikirləşərik. Bax, məsələn, burada F-i nə ilə ölçürdük? Dino ilə. X-i nə ilə ölçürdük? Xəttkeşlə. 2 və 4 bizə kömək eləyir. D variantını götürə bilərik. Sonra adiabatik hal-hazırda son illərdə qəbula düşmür, ancaq mix sertifikasiya təbii ki düşür. Ona görə də bilsəniz hər ehtimala qarşı yaxşı olar. Adiabatik olanda Q sıfıra bərabər olduğu üçün görülən işin mənfi qiyməti bərabər olurdu U-ya, delta U-ya. Yəni, bax burada genişlənmə varsa, həcm artırsa, onda təzyiqlə temperatur azalacaq. Yox, həcm azalırsa, bu səfər təzyiqlə temperatur artacaq. İndi genişlənmə olduğu üçün hər ikisini artar götürürəm. Artar da var, Y variantında. Gəldik 50-ci suala. İçərisində 6 vurulsun 10 üzərindən 5 Pascal təzyiqdə ideal olan qaz şüşə balonu, qazın 3-dən 2 hissəsini kənara buraxsaq, balondakı qalan qazın təzyiqini hesablayın. Baxın indi, ideal qazdan söhbət gedirsə, qazın bu qədərini çölə buraxmaq nə deməkdir? Yəni kütləni azaldıram deməkdir də. 3-də 2 hissəsini azalır. Kütlə 3-də 2 azalırsa, 3-dən elə bir başlanğıcda tam 3 idi. 3-dən 2 azaldı. Buraxdıq. Yerdə qaldı 3-dən 1-i. 3 idi, oldu 3-dən 1. Yəni 3 dəfə azaldı kütlə. Kütlə 3 dəfə azaldısa təzyiq neyniyər? Təzyiq 3 dəfə azalar. Niyə? Çünki təzyiq kütlə ilə düz asılıdır. Onda 3 dəfə azalacaq, olacaq 2 vurulsun 10 üzərindən 5.
51-ci sualda. Başlanğıc anda hansı ən kiçik zamanda rəqs konturunda maqnit enerjisi maksimal olur? Gəlin sizə bir qəşəng qayda göstərim. Bunu hər zaman istifadə etsəz, rahat bir yol göstərəm sizə. Bir dənə çevrə kimi bunu fikirləşin. Və bu çevrəni də 4 yerə bölürəm. Birinci başlayır t bərabərdir 0 anı, başlanğıc an. Sonra periodun 4də 1-i, sonra periodun tən yarısı və periodun 4də 3-ü. Bax, bu iki hissə başlanğıcda və 2də 1-də elektrik enerjisi maksimal olur, maqnit enerjisi 0 olur. 4də 1 ilə 4də 3-də isə məxrəcdə 4 varsa, onda maqnit enerjisi maksimal olur, elektrik 0-a bərabər olur. Görürsünüzmü? Məxrəcdə 4 varsa maksimal olan maqnitdir, digərlərində elektrikdir. Gəlin baxaq, bizə deyir ki, maqnit enerjisi maksimal olsun. Deməli, məxrəcdə mütləq 4 olmalıdır. Bu da harada var? D variantda. 52-də hansı burulğanlı sahədir? Burulğanlı sahə maqnit sahəsi nəzərdə tutulur. Bunu baxın, sabit maqnit sahəsi elə veribdir Y variantında. Ola bilər maqnit adı çəkilməz. Maqnit adı çəkilməsə, ya yüklü zərrəcik, mənfi və ya müsbət fərqi yoxdur. Yüklü zərrəcik və hərəkət olmalıdır, sürət olmalıdır ki, burulğanlı sahə olsun. Məsələn, sükunət kəlməsi varsa, orada burulğanlı sahə ola bilməz. Sonra gəldik növbəti suala. Növbəti sualda həlqələr verilib və A, B qütblərinə birləşdirilibsə, cərəyan şiddətlərinin nisbətini soruşur. Baxın, burada var ümumilikdə 360 dərəcə. 360 dərəcənin 30-u bura düşürsə, 330-u da bu yana düşür. Yəni 11-in 1-ə nisbətindədir. Bu tərəf 11 uzunluğu 11 eldir, buranın uzunluğu 1 eldir. İndi müqavimətlə uzunluq düz asılı olduğu üçün cərəyan şiddəti uzunluqla tərs asılıdır. Yəni bunu beləcə yadınızda saxlayın ki, cərəyan şiddəti uzunluqla tərs asılıdır. Baxın, ikincinin uzunluğu daha böyük olduğu üçün cərəyan şiddəti kiçik olacaq. Neçə dəfə? 11 dəfə. Baxın, birincidə uzunluq qısadır, əvəzində cərəyan şiddəti böyükdür. Ona görə yuxarıda var 11, aşağıda var 1. İxtisar eləyəndə bizə verəcək 11. 54-cü sualda. İki üzgüçü eni 70 metr olan çayın bir sahilinin o nöqtəsindən digər sahilinə üzür. Yaxşı üzsün. Çayın axın sürətinin və üzgüçülərin suya görə sürətinin vektorları şəkildə göstərilmişdir. Üzgüçülərin sahilə çatdıqları nöqtələr arasındakı məsafə neçə metr olar? Baxaq, sahilə çatma məsafəsinin gəlin düsturunu yazaq. S bərabərdir, deməli Vx vurulsun T'yə. Üzgüçlərin sahilə çatdıqları nöqtələr arasındakı məsafələr. İndi buradan T'ni gəlin əvvəlcə tapaq. T bərabərdir. Çayın eni bölünsün VY. Onda S-i tapmaq üçün düsturu gəlin yazaq. Qoy burada bir sahə açım. Çünki biraz uzun gedəcək. S bərabərdir. Vx vurulsun T deyil. T'nin yerinə gətirib bu ifadəni yazıram. Çayın eni bölünsün VY. İndi gəlin bir-bir yerinə qoyaq. Əvvəla Vx-ə tapaq. Baxıram ki, hər ikisinin Vx-i eynidir. Elə gəlin bir-bir baxaq da, hər ikisinə baxa bilmərik. Əvvəlcə gəlin birinciyə baxaq, sonra ikinciyə baxaq. S1 bərabərdir. Vx 2 damladır. Vx-in yerinə yazıram 2. Abicəlik, bu y-də üzrlü sayın. Vx-in yerində baxın, burada birincinin özünün x sürəti yoxdur. X-da bir sürəti yoxdur, görürsünüzmü? Ancaq y-dədir. Ancaq çayın özünün x-dakı sürəti 2 damladır. Ona görə Vx-in yerinə 2 yazıram. Və bu arada deyim ki, qoy buranı silim, sizə bir şey göstərim. X deyirsə, Vx üfüqi proyeksiyadır, sağ-soldur. Y isə yuxarıyadır, şaqülü, yuxarı aşağıdır. İndi x dediyinə görə mən ancaq sağa-sola baxıram. Bu birin sağı ancaq çayın 2 damasıdır. Vurulsun, çayın eni neçə damadır? 4 dama. 4-ə bölünsün VY proyeksiyası. Y-də şaqülüdür, 2 dama. Buradan 2-lər ixtisar gedir, yerdə qalır 4. Bu oldu S1. İndi gəlirəm S2-yə. S2 bərabərdir. Deməli, S2-də yenə Vx-in yerinə nə yazıram? Baxın, S2-də artıq vəziyyət dəyişəcək. Niyə?
Çünki bax ikincinin özünün də 1 damma x proyeksiyası var. Üstə gəl 2 damma da çayın var. Topladım elədi 3 və x-in yerinə 3 yazdım. Çayın eni yenə də 4-dür. Bu onsuz da dəyişmir. Çayın eninin yerinə yazıram 4. Sonra aşağıda və y-in yerinə nə yazıram? Və y yenə də 2 dammadır. Baxın şaquli proyeksiya 2. İxtisar elədim 2 vurulsun 3-dən oldu 6. Deməli cismin birinin məsafəsi 4-dür, birinin məsafəsi 6-dır. Aradakı məsafəni tapmaq üçün 6-dan çıxıram 4-ü, bu da bizə verir 2 metr. 55-ci sualda. Yadınızda saxlayırıq ki, əgər cisim aşağıdan iplə bağlanıbsa, onda təcərilmə bərabərdir. MJ, daha doğrusu Arximed, F Arximed çıxılsın MJ-yə. Buradan ipin gərilmə qüvvəsi 1.5 kq kütləli kürəyə təsir edən ağırlıq qüvvəsindən 3 dəfə kiçikdirsə, onda gəlin neyniyək? Əvvəlcə ağırlıq qüvvəsini tapaq, MJ-ni. MJ-nin yerində nə var? 1.5-i 10-a vururam, eləyir 15. Çıxılsın F Arximed bərabərdir. Təcərilmə deyir ki, ağırlıq qüvvəsindən 3 dəfə kiçikdir. Əgər ağırlıq qüvvəsi 15-dirsə, təcərilmə də ondan 3 dəfə kiçikdir. 15 bölünsün 3-dən 5-ə bərabərdir. Buradan F Arximed nəyə bərabər olmuş olar? 20 Newtona. Gəldik 56-cı suala. Müstəvi güzgüdə cismin xəyalı alınır. Hansı ifadələr doğrudur? Müstəvi güzgü nə deməkdir? Bax, adi evlərimizdə istifadə elədiyimiz güzgü. Müstəvi güzgüdə xəyal həqiqi ola bilməz, mövhumi olur. Niyə? Çünki biz özümüzü güzgüdə görürük. Əgər o həqiqi olsaydı, onda 2 nəfər adam olardı. Məndən məsələn ikisi olardı. Yəni bizim o güzgüdə gördüyümüz özümüz deyilik də, bizim xəyalımızdır təbii ki. Yəni bu absurd bir şey olar. Ona görə heç həqiqi söhbətini mütləq variantlardan silin. Sonra düzünədirmi, tərsinədirmi? Bəli, düzünədir. Səbəb. Çünki biz özümüzü düzlükdə necə görürük? Baş ayaq görürük. Xeyr, əlbəttə düz görürük də. Baş yerində, ayaq yerində. Ona görə mütləq xəyal düzünə olmalıdır. Sonra deyir ki, o müstəvi güzgü varsa, burada cisimdir, burada xəyaldır. Yadınızda saxlayın ki, cisimlə güzgünün arasındakı məsafə hər nədirsə, xəyalla da güzgünün məsafəsi eyni qədər olur. Yadımızda saxlayaq bunu. Cismi mən uzaqlaşdıranda xəyal da uzaqlaşır. Cismi yaxınlaşdıranda xəyal da yaxınlaşır. Bunu əzbər yadınızda saxlaya bilmirsinizsə, elə adi real güzgünün qarşısında durun. Görəsiniz ki, siz güzgüyə yaxınlaşanda oradakı xəyal da yaxınlaşacaq. Uzaqlaşanda o da uzaqlaşacaq. Davam eləyək. Deyir ki, xəyaldan güzgüyə qədər olan məsafə cisimdən güzgüyə qədər olan məsafədən kiçikdir. Baxın, bunu biraz yaxınlaşdırım. Alınmayacaq, yaxınlaşdırsam. Heç nə. Kiçikdir götürə bilmərik dostlar. Dediyimiz kimi, eyni bir-birinə bərabər olmalıdır. Ona görə 3-ü də silirəm. 2-ni götürmüşdük. 4-də xəyal cismin özü boydadır. Bəli, xəyal cismin özü boyda olur. Niyə? Özü boyda olur nə deməkdir? Məsələn, 1.70 boyundakı bir nəfər özünü 1.70 görəcək. 1.50 görəcək. Özü boydadır müstəvi güzgüdə. Ona görə bunu da götürürük. Sonda cisim güzgüdən hansı sürətlə uzaqlaşırsa, xəyal həmin sürətlə güzgüyə yaxınlaşır. Xeyr, cisim uzaqlaşanda xəyal